evlər keçdi, əmr eləyib ki, binanın üzü bəzənsin. Eybi yoxdur, budurlar. Bu gələn qonaqlarımız yaxşı. Amma indi bizi nə olar bir gün açamayısın? Nə olar bir eşit baxırsınız işarətine. Nədir o tökülən? O göydən tökülən de tuvaletdir. 3-cü mərtəbənin tuvaleti. 2-ci mərtəbə kökbəli hər gün belədir. Hə, baxırsınız. Görün nələr var da. İndi burada yaşayan görün yazıq. Binanın üzünə baxanda qəzalı vəziyyətdə olduğunu bilməzsən. Fövqəladə Hallar Nazirliyinin yaşayış üçün qadağan etdiyi binada köçkünlər yaşayır. Binanın üzünə Avropa oyunları öncəsi əl gəzdirilib. Elə o vaxtdan sakinlərə söz verilib ki, oyunlar qutarsın, sizi köçürəcəyik. Oyunların təntənəli bağlanışından 2 ay keçib. Amma qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsindən sakinlərə söz verənlər görünmürlər. Yalandan bu çölə yolu bəzəyirlər. Zavi Əliyev gələndə gəlsin görsün ki, bəzəkli binada yaşayırız. Girişsinlər içəridə bizim yaşayış vəziyyətimizə baxın. Bazvarı da verir. Bazvar bax, baxın zaten suyun içindədir. Avaraylı binadır. Neçə dəfə fövqəladə hallardan gəlib baxıb deyib biz bura rəy verməmişik. Burada yaşayış ola bilməz. Buradakı yaşayanlar nə deyir yaşayır? Gene baxmırlar. 2-ci mərtəbə. Bu gündəkin Allah heç kimə qismət eləməsin. Bu yaşayışdır, bu bilsə bundansa kaş erməni öldürəydik, heç gələ buna çatmayaydı. 10 dəfə, 15 dəfə yanğın oldu orada, qapqara qaranlıqda. Elə yanğın oldu ki, bura daşdan ayağa tüstülənmiş, yanırdı, əməlli başlı yanırdı. Şan girib, tarakan girib, qırxayaq girib, dittili girib. Hamısı evimə giribdi. Tarakanlar, kərtənkələlər. Hamısı bax o deşiklərdən evimə giribdi. Gecə səhərəcən yuxum da yoxdur. Göylərə çəkilib, əşə çəkilib. Bax, mənim su qablarıma bax. Bax, krantım yox, müballikim yox. Belə yaşayıram. Və belə şey olar, 22 ildir mən belə zülüm çəkirəm. Köçkünlər fərdi mətbəxlərinin, tualet və hamamlarının olmasını istəyirlər. İndiki vəziyyətdə yaşadıkları ev həm yataq, həm qonaq otağı, həm mətbəx, bəzən də hamamdır. Bir-birindən dalaşırsan, o deyir mənim yoldaşım işdən gəlib çıx yenə. Bu deyir mənim yoldaşım işdən gəlib toz torpaqdan fəhlə adamdır. Nağar məndir. Bu deyir qırğın düşür, qiyamət düşür. Tü deyir çıxırsan həyatından yaşamaq istəmirsən bu dünyada. Deyirsən elə çıxın 5-dən özümü atırım. Da nəyə yaşayıram belə? Ama benim yaşadığım yer Bax bunun yaşadığı yer bu. zaten yani olan otağım budur. Yani yaşadığım yaşayış vakti budur. Hamam suyun içinde, şəraitim bak budur. Deha, pəncərəmdə budur. Vəssalam. Hər babam, pəncərəmdə budur. Yatmağa yerim yox, yemək pişirməyə yerim yox, koridorda çıxıb pişirirəm, ayaq altında. Ondan sonra nə üzüm əlimi yumaq, su tapmıram, gətirib quruşqəni ora döyüb, bir damcı yox, çıx ki. Vəziyyət də budur ki, havasız yerdə bu deyil, boğulub ölürsən, pəncərəsən görsən sel gedir məndən. İstəyirik ki, bizi o yatağına, bu yatağına köçürsünlər, biz dəhşət vəziyyətdə qalır. Kitab yazdığımız yerdə bir qoydu, keçdi şamla yazdıq ki, səhər müəllimə bizi dayanlamasın. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə dövlət proqramına əsasən köçkünlərin mənzillə təminatı 2015-ci ildə başa çatmalı idi. Amma proses ləngidir. Bunun səbəbi və qəzalı vəziyyətdə olan binadan köçkünlərin niyə köçürülməməsi ilə bağlı Komitə Meydan TV-yə məlumat vermədi. Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov ezamiyyətdə olduğundan katiblik suallara cavab verilməyəcəyini bildirib. Fövqəladə Hallar Nazirliyi isə qəzalı vəziyyətdə olan binada yaşayan köçkünlərlə bağlı tədbir görülməsi üçün ona ünvanlanan məktubları qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinə göndərir. 22 laf şey deyil, kızım burada saçımı da bakmışam. Şimdi de dönmüşəm, ətim də giyəm.